ABŞ onları aradan götürə bilər. ABŞ rəhbərliyi İranın ali lideri Seyid Əli Xameneyi və onun oğlu Müştəbə Xameneyinin məhv edilməsi variantını gözdən keçirir. Gözaltı, Qafqaz Infoya istinadən xəbər verir ki, bu iddia ilə Axios portalı ABŞ prezidenti Donald Trump'ın adı açıqlanmayan müşavirinə istinadən çıxış edib. Onun sözlərinə görə, Vaşinqton İran ətrafındakı vəziyyətin həlli üçün müxtəlif variantları nəzərdən keçirir. Onların istənilən ssenari üçün variantları var. Ssenarilərdən biri Ayatullahın və oğlunun, həmçinin mollaların aradan qaldırılmasını nəzərdə tutur. Trump'ın özü də daxil olmaqla heç kim nəticədə hansı ssenarisinin seçiləcəyini bilmir, müşavir bildirib. Nəşr iddia edir ki, Xameneyinin və oğlunun məhv edilməsi variantı ABŞ liderinə bir neçə həftə əvvəl təqdim edilib. Xatırladaq ki, Trump Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclasında İranın nüvə proqramı və regional gərginliyin taleyinə yaxın 10 gün ərzində tam aydınlıq gətiriləcəyini vurğulamışdı. Gündəlik hadisələrdən xəbərdar olmaq üçün bizi izləyin. Söz altında yox, göz altıda qalın.